Zəlin məxrəcində gizlədirik. Necə gizlədirik? Dilimiz iki dişin arasına girir və nun da həmin məxrəcdə gizlədilir. Litunzira, litunzira, ra qalın oxunur. Qavmən mə, qavmən mə. Qavmən mədə, burada qav, qaf hərfi qalın hərfdir. Qav şəklində deyəcəyik. Məndə, burada nun səsinin biri mimə dəyir və o idğam mə'al-ğunnə olur. Yəni, bax, burada göstərilib altdan, mə'al-ğunnə. Yəni, nun hərfi mimə çevrilir və burunda deyilir. Bir də deyirəm, qavmən mə, qavmən mə. Nun hərfi itir və mim hərfinə çevrilir. Mənin üstündə gördüyünüz kimi burada bir böyük məd var. İndi bu məddə ayrı eləyək. Görək bu məddin hansı növüdür. Burada bir mə gəlib, bir də unzirə gəlib. Unzirə feildir. Mə isə inkar ədatıdır. Demək, inkar ədatı feilə bitişik deyil, feildən ayrıdır. Ona görə məd həmzə ilə bir yerdə deyil. Demək, bu olacaq məddir münfəsil və 3 hərəkə miqdarında bunu uzadacağıq. Sonra unzirada nun hərfi yenə zələ yetişir. Nunun 1/3 hissəsi pərtəy zənin məxrəcində gizlədilir. Ra da qalın deyilir. Bir də oxuyuram. Qavmən mə.